Su xəttinin hündürlüyü dimdiyi ilə olan bucağa görə ölçülür. İlk 2 gündə 30-45 dərəcə olmalıdır. 4-10 gün ərzində 60 dərəcə olmalıdır. 10 gündən kəsimə kimi də 70-80 dərəcə olmalıdır. Nipel sistemi ən azı həftədə bir dəfə yuyulmalıdır və sızmalar nəzarətdə saxlanılmalıdır ki, sızmalar olmasın. Yem qabının hündürlüyü gündəlik olaraq nəzarətdə saxlanılmalıdır. Yem qabı aşağıda olanda cücələr bastırıq eləyib yemi dağıdır və bu da yem itkisinə gəlib çıxır. Yem qabı hündürdə olanda cücə yeyə bilmir və bu da cücənin inkişafını dayandırır. İdeal yem qabı cücənin kürək səviyyəsindən biraz aşağı olmalıdır. Bu halda cücə normal yem yeyir, yem itkisi azalır və cücənin inkişafı ideal olur.